Bismillahirrahmanirrahim ve bihi nesta'in. İnnehu hayru nasirin ve mu'in. Ve sallallahu ala seyyidina ve nebiyyina ve alihi tahirin ve lanetullah ala a'daihim ecmain. Minel an ila liqai yevmiddin. Nehmeduhu ve nesta'inuh. Rabbi şrah li sadri ve yessir li emri. Ve ahlul uqdeten min lisani yefkahu kavli. Sadakallahul aliyyul azim. Allah Teala ibadət itaətimizi qəbul eləsin, bizi bəyəndiyi bəndələrdən qərar versin. Dünya və axirət Peyğəmbər və Əhl-i Beytinin ziyarət və şifayətini nəsib eləsin. Xəstələrimizə şifaya acil inayət eləsin. Allah çətinlikdə olanlara kömək olsun. İltimas eləyənlərin dualarını qəbul eləsin inşallah. Ağla gələn, gəlməyən bəlalardan qorusun. Ağa İmam Zamanın zuhurunda təcil eləsin, bizi ağanı tanıyıb, ona kömək olub, onun qarşısında şəhid olanlardan qərar versin inşallah. Söhbətimiz Əli əleyhissalamın Nəhcül Bəlağə 90-cı xütbəsindədir. Bu xütbə deməli Allah Taala'nın xaliqiyyəti barəsindədir bir miqdar. Ondan sonra və bəzi sifətləri barəsindədir. Allahın yaratdığı məxluqun böyüklüyü barəsindədir və sonda da bir neçə kəlmə, moizə ilə, nəsihətlə nə olur? Tamam olur. Həzrət əvvəldə buyurur, Elhamdülillah, əl-məruf min qeyri rüyətin. Allah Taala'nın barəsində bəzi məlumatlar verir. Buyurur ki, Allah Taala həmd olsun o Allaha ki, o mərufdur, tanınır, min qeyri rüyətin görünmədən. Yəni, insanın əsasən tanıdığı varlıqlar, insanın gözlərinin gördükləri şeylərdir. Amma Allah Taala başqa, deyək ki, varlıqdır, tam fərqli varlıqdır. Həzrət də buyurur ki, Elhamdülillah, əl-mərufi min qeyri rüyətin. Həmd olsun Allaha ki, görünmədən tanınır, görünmədən özünü tanıtdırır. Əli əleyhissalamın və başqa məsumların, Allah Taala'nın sifətlərini bəyan eləyəndə, izah eləyəndə müxtəlif formada çox fəsahətli və bəlağətli kəlamları var və sözləri var. Bu da o sözlərdən biridir ki, görünmədən tanınmaq, özü bir varlığın özünün böyüklüyündən, əzəmətindən və onun vücudunun vacibliyindən xəbər verən bir dənə mövzudur ki, görünmədən tanınır. Vəl-xaliqi min qeyri rəviyyətin. Rəviyyə düşünmək mənasına var, fikirləşmək mənasına var. Bir də bəzən rəviyyə bir üslub, yəni əvvəlcədən olan bir çertiyoj, bir nəqşə. Bu, hər ikisini tutur burada. Yəni, əl-xaliqi min qeyri rəviyyətin. Allah Taala elə bir varlıqdır, elə bir xaliqdir, elə bir yaradıcıdır ki, əvvələn onun bir şey yaradanda düşünməyə və fikirləşməyə ehtiyacı yoxdur. İnnəmə əmruhu izə iradə şeyən yəqulə ləhu kun fəyəkun. Allahın işi bu cürədir. Bir şeyi iradə eləyəndə ona deyər ol, o da olar. Əlbəttə ona deyər ol, o da olar. O bizi başa salmaqdan ötürü əslində Allah Taala heç ol da demir. Yəni varlıqla Allah Taala'nın iradəsinin arasında ol kəlməsi daxil olmur. Elə Allahın iradəsi ona əlaqə tapan kimi o varlıq vücuda gəlir. Ya indi Allahın iradəsi onun birdən vücuda gəlməsinə olsa, o birdən vücuda gəlir. Yox, mərhələ ilə vücuda gəlməli olsa, o mərhələ ilə vücuda gəlir. Necə ki, məsələn, aləmi dedi ki, 6 mərhələyə fi sittəti əyyamın, 6 günə, gündən də məqsəd mərhələdir. Yəni, Allahın iradəsi nəyə təəlluq tapsa, nəyə, hansı formasına əlaqələnsə, o da həmin formada neyinir? Vücuda gəlir. O, olar bizi başa salmaqdan ötəridir, bizi düşündürməkdən ötürüdür. Əl-xaliqi min qeyri rəviyyətin, heç bir fikirləşmədən, düşünmədən bu işi görüb, yəni Allah Taala'nın biri belə fikirləşər. Məsələn, bizdə, insanda belədir məsələ ki, insan düşünmədən, fikirləşmədən bir iş görsə, onun axırı olmaz. O normal iş olmaz, hədəfi olmaz, ondan sonra faydası olmaz. O bizdədir.
ki, bizim onun düşünməyə ehtiyacımız var, fikirləşməyə ehtiyacımız var, məsləhətləşməyə ehtiyacımız var, götür-qoy eləməyə ehtiyacımız var. Bu naqis olan məxluqdadır. Bizim həm əql baxımından ki, yəni tam şəkildə əql kamildir bizim özümüz və ətrafımıza görə. Amma məsələn, biz durub bəzi özümüzdən yuxarı iş görmək istəsək, ona əqlimiz naqisdir. Elmimiz ki, naqisdir. Biz əvvələn hələ sırf savadsız dünyaya gəlirik. O bəzi ilhamatlar, fitri şeylər var, onları çıxandan sonra bu iktisabi hüsuli elmlərdən sonradan birinci sinif, ikinci sinif gəl çıx üzü bu yana. Bu mərhələlər var. Hər halda qısa kəlmə ilə desək, bizim elmimiz, bizim biliyimiz, bizim bacarığımız mütləq şəkildə kamildir. Heç belə adi kamilliyi də yoxdur. Nöqsanı var. Ona görə biz kimlənsə öyrəşməliyik. Hətta öyrənəndən sonra biz təcrübəli adamdan təcrübəsindən də istifadə edirik. Oxumuşuq akademik hər şey yerində. Amma görsən, adi bir dənə məsələn o işin adi işçisindən də görsən bir məsləhət alırıq. Niyə? Çünki buna bizim ehtiyacımız var. Biz mütləq kamil deyirik, mütləq alim deyirik, mütləq qadir deyirik. O baxımdan da bizim düşünməyə və fikirləşməyə və məsləhətləşməyə ehtiyacımız var. Allah Teala ki, bu dediyimiz cəhətlərin hamısı baxımından mütləq kamildir və həm elmi baxımından, həm qüdrət baxımından. Ona görə Allah Teala üçün nə bir işi görəndə fikirləşmək, nə düşünmək ki, görün bunu necə eləyim, bu daha yaxşı çıxsın. Necə eləyim, bunun faydası daha çox olsun. Yaxşı. Buna ehtiyac yoxdur. Çünki Allah Teala bunların hamısına alimdir. Onu yaratmamışdan qabaq. Elə Əli Rəssalam bu Nəhcül Bəlağədə kəlamlarından birində var ki, yaratmamışdan qabaq tam şəkildə alim idi. Əvvəlinə və ömrünün o varlığının əsnasına və varlığından sonraki mərhələlərə. Yəni, məsələn, bir dənə insanın dünyaya gətirməmişdən misal ünvanında desək, dünyaya gətirməmişdən qabaq Allah Teala bilir bu dünyaya nə vaxt gələcək və bu dünyada nələr eləyəcək və aqibəti bunun axirətdə nələr gözləyir. Bu hamısı Allahın elminin içərisindədir. O baxımdan qüdrət də ki, yenə yerindədir. O baxımdan Allah Teala'nın fikirləşməyə, düşünməyə bu mövzuda ehtiyacı yoxdur. Rəviyyənin biri də bizim dildə desək, əvvəldən olan çertiyoj bu mənadadır. Və əvvəldən olan bir nəqşə, bir məsələn də onun bir sxeması. Yaxşı ki, məsələn, mən bir dənə evi tikəcəm, ya bir dənə otağı düzəldəcəm, ya bir dənə, məsələn, burada su xətti çəkəcəm, əvvəldən onun layihəsini hazırlamaq, nə bilim, sxemin çəkmək filan, ta görək bu hansı mərhələdən, hardan keçsə, hansı formada olsa daha faydalıdır. Məsələn, bu evi üzü qibləyə tikək, tərsiyə tikək, gün çıxana tikək, gün batana tikək. Bu əvvəlkilərdən biz istifadə edirik. Ki, məsələn, əvvəlkilər necə eləyiblər bunu, qonşu ilə məsləhətləşirik. Bu da yenə bizim ehtiyacımıza görədir. Bizim o mövzuda olan biliyimizin, təcrübəmizin naqisliyinə görədir ki, Allah Teala'da da nədir? Buna ehtiyac yoxdur. Ona görə əl-xaliqi min qeyri rəviyyətin əvvəldən çertiyoj olmadan, bir layihə olmadan yaradan Allahdır. Çünki o çertiyoja ehtiyacı yoxdur Allah Teala'nın. Və biz xilqətin özündə də diqqət eləsək, fikirləşsək, görsək ki, həqiqətən elə bu cürədir. Yəni, indiyə qədər dünyanın heç bir alimi, akademiki gəlib deməyib, məsələn, bu məsələn, qızılgül belə olmasaydı, belə olsaydı yaxşı olardı. Bu, məsələn, alma belə olmasaydı, belə olsaydı yaxşı olardı. Ya, məsələn, insan belə yaranmasaydı, belə yaransaydı yaxşı olardı. Yəni, bunu heç kim deməyib, deyənlər də subut eləyə bilməyib. Hamısı da nəhayətdə peşman olub ki, mən niyə bu işə, məsələn, müdaxilə eləmişəm və niyə bunu fikirləşmişəm, ömrümü hədər eləmişəm. Əlbəttə, bəzilər mümkün deyil, onu ölənə qədər də başa düşmüyor, amma öləndə 100% başa düşəcək ki, yəni bu varlıq aləmi, Allahın yaratdığı aləmin bir hissəsinə biz elə bil, bir hissəsini tanıyırıq da. Məsələn, yer kürəsinin biz bir hissəsini bilirik. Hələ burada yaşaya-yaşaya, burada ola-ola, burada məsələn, indi biz 70 il yaşayırıq. Amma
İnsanın 8000 il, 9000 il yaşı var. Təqribən Həzrəti Adəmin xilqətindən 8000 ildən çox keçir bəzi məlumatlara əsasən. Yəni biz demirik, deməyək insan 80 yaşında, insan 100 yaşında. Əslində məsələn 8000 il yaşında insan ki, birinin ardıcan yaşayıb və bunların heç biri təcrübəsində, nə elmində, nə heç bir cəhətində xilqətdə bir eyib tapa bilməyiblər. Xilqətdə bir eyib tapa bilməyiblər. Pirima qoft bər qələmi sun, xəta bər qələmi sun, nərəf Hafiz deyir. Bizim pirimiz dedi ki, xilqətin qələminə, o yaradılışın qələmində heç bir xəta baş verməyibdir. Heç bir xəta baş verməyibdir. Həqiqətən heç bir xəta baş verməyibdir. Hamısı yerindədir. Və eyni halda əvvəldən çertyoji olmayıb, eyni əvvəldən sxemi olmayıb. Onunla da belə nədir? Bu elə tam yerindədir. Bundan artığını da heç kim fikirləşə bilməyib və bilməyəcək də. Hələ biz gördüyümüz, yaşadığımız bu kətdə. Bizim kəndimizin bu tərəfində dağ var, bir tərəfində dərə var. O dağla dərəyə də gəlib indi əleyhissalam işarə edəcək. Heç kim deyə bilmir ki, bu dağ dərənin yerində, dərə dağın yerində olsaydı daha yaxşı olardı. Bunu heç kim nə sübut eləyəmir, nə deyə bilmir. Əvvələn ağıllı adamlar heç bu mövzuda fikirləşmirlər. Fikirləşəndə tövbə eləyirlər ki, Allahın işinə qarışmayaq. Həqiqətən də elədir. Yaxşı, qarışanlar da olanda peşman olurlar. İçinizdəki məsələn heç bir mühəndis, heç bir memar gəlib deyə bilmir məsələn, bunların yeri məsələn belə olsa, çay belə axsaydı daha yaxşı olardı. Allah Taala varlıq aləmini elə yaradıb bir formada ki, hansı məkanda, hansı vilayətdə, hansı kətdə su hardan başlayıb, hara axır, o elə tam yerindədir. Tam yerindədir. Hansı su axır, onun da axmaq sistemi yerindədir. Hansı su, məsələn, Xəzər dənizi axmır, dayanıb, o da elə ən kamil forması bunun dayanmağındadır. Kür çayı, məsələn, haralardan çıxır, hansı forma ilə gəlir, tökür, Allah deyir, biz cari eləmişik də sular, elə deyir. Yaxşı, və bunların hamısı tam şəkildə yerindədir. Ona görə də Həzrət buyurur ki, Əl-xaliqi min qeyri rəviyyətin. Əlləzi ləm yəzəl qaimən daimən. Elə bir Allah, həmd olsun o Allaha ki, daimidir, əbədidir, həmişə olub və olacaq da. Bu da hamının bildiyi bir Allah Taala'nın sifətidir, əbədi əzəli. Həmişə olub, olacaq da. Yəni, varlığının əvvəli yoxdur. Deyək ki, məsələn, Allah milyard il qabaqdan var, bu səhvdir da, Allah həmişə olub. Yəni, Allah Taala elə bir varlıqdır ki, zamana, məkana, heç bir məhdudiyyə, heç bir çərçivəyə sığışa bilməz. Sonra Həzrət buyurur ardıcan ki, İzla səmaun zatu əbracın. Allah Taalanın xaliqiyyəti barəsində danışırıq. Allah Taala'nın xaliqiyyətinin o üstünlüyü, bir nömrəli olması və onun çertyorsuz əvvəlcədən bir çertyoju olmadan və düşünmədən, fikirləşmədən yaratmasının, bax, biri də budur ki, Allah Taala məsələn, biri rəssam bir şey çəkəndə nəyəsə baxır, çəkir. Bir dənə rəssam göstərin ki, özündən nəsə bir şey ortalığa çıxarsın. O hardasa nəyəsə baxıb, ya dağa baxıb, ya çaya baxıb, ya adama baxıb, ya gülə baxıb. Hətta heç kimə baxmadan da nəsə bir rəsm əsəri çəksə belə, onun nəyəsə oxşadıb. Allahın yaratdığı nəyəsə oxşadıb. Təxəyyülündə də bir şey fikirləşibsə, o təxəyyül də insana belə, uşağın 3 yaşında uşağın xəyalı yoxdur ki, 1 yaşında uşağın xəyalı yoxdur ki, adam gəlir böyüdükcə, ağırlaşdıqca təxəyyül də yaranır ona. O təxəyyül hardan yaranır ona? Ətrafdan, mühitdən, oradan, buradan görür, baxır, deyir. Hərçənd bu, məsələn, bir şeyi təxəyyül eləyib, o rəsmi çəkən adam bunu özü qəbul eləməsə də, bu həqiqəti belədir. Yaxşı, Allah Taala yaradanda izla səmaun zat-ı əbracın. Bu qədər bürcü, bu qədər ulduzu, bu qədər kəhkəşanı olan bir göy yox idi, Allah Taala ona baxsın, yaratsın. Elə bunu Allah zatən birdən yaratdı, elə bu formada.
bu ulduzlarla zinətləndirdi onu, ayla, günəşlə, filanla, bu cürə aya ziya verdi, günəşə nur verdi. Əksinə və cəalnə nurən və şəmsə ziyayən, bəli. Yaxşı, ikisi də nur mənasındadır. Amma Allah birinə nur deyir, birinə ziya deyir. Adamın elmi çatsa, düşüncəsi çatsa, əli yetişsə, nurun tərkibini, insan maddi şeylərin tərkibini öyrənə bilir. Yaxşı, qoyur laboratoriyada, orada baxır, aparat altında filan da bəs məkanda deyir, hə, bunun tərkibi budur, bunun tərkibi budur. Sən narincinin tərkibi budur, portaxalın tərkibi budur, almanın tərkibi budur, armağan. Amma bəzi şeylər var ki, onlar insan ona vaqif ola bilmir. Ki, məsələn, deyə bilmir, günəşdə olan nurun tərkibi budur, ayda olan nurun tərkibi budur. Yaxşı, və birinə də nur deyib, birinə də ziya deməyin özündə də bir hikmət var. Hikmət var ki, Allah birinə nur deyir, birinə ziya deyir. Yaxşı. Bu göyləri deyir, belə yaratdım, izlah səmaun zatu əbracın. Deməli, bu bürcülərə, bu kəhkəşanlara, bu planetlərə malik olan bir göy yox idi Allah Taala bu göyləri yaradanda. Və la hucubun zatu irtacın. Nədə? Bu cürə bunların arasında pərdələr yox idi. Bunların arasında belə bir nədir? Bu bürclərin arasında bu hicablar, bağlı hicablar yox idi. Bəzi rivayətlərdə də var. Məsələn, Həzrəti Rəsulullah Meyraca gedəndə, gəlib indi o hədisə ola bilər çatacaq. Deyir ki, şeydir, Həzrət bir göyün, bir qatın keçən kimi bir təbəqə göy keçirdi, bir dənə hicab götürürdü. Bir dənə təbəqə göy keçirdi, bir dənə hicab götürürdü. Belə çıxır ki, hər təbəqənin arasında möhkəm bir dənə nədir? Hicab vardı. İmam da, İmam Hişama deyəndə, çox ehtimal İmam Cavad əleyhissalamdır, buyurur ki, ya Hişam, innəllaha xələqəs səmavatı səbən və lərəzinə səbən və l-hucubə səbən. Allah yeri də 7 qat yaradıb, göyü də 7 qat yaradıb və bunların arasında o pərdələri, hicabları da 7 qat yaradıb. Allah Taala deyir bu. Yəni biz indi insan elmi çatmır axı ona ki, çünki insan hələ yerin üzündə yaşaya-yaşaya, bayaq dedim, yerə tam şəkildə yox, heç 10% vaqif olmayıb. İnsan elə bir dənə yeri deşib neft çıxartmaqdan, cibinə nə xərc sərf eləyirsə, qarnına insan onun dalıcandır. Amma məsələn, bir dənə insan ola, dura yerin elə bir cəhətini araşdıra çıxardı ortalığa ki, orada maddə təmənnası olmaya, elə bir şey hələ rast gəlməyib, yaxşı. Hələ bununla belə, bu yerin 10%-nə insan vaqifdir. Heç insan bir böyük alim götürüb bir dənə kitab yazıb, adını da qoyub, insan tanınmamış bir mövcud. Yəni, hələ insan özünü tanımayıb. Çünki əgər insan tam şəkildə özünü tanısa, yer üzündə bir dənə bütpərəst qalmaz, bir dənə Allah inkar eləyən qalmaz. Çünki mən ərəfə nəfsə, fəqət ərəfə Rəbbə. Həzrəti Rəsulullah deyir, kim özünü tanısa, Allah'ını tanıya. Başqa məsumlardan da gəlir bu hədis elə. Yaxşı, deməli, özünü tanımayıb elə insan. Onda qalmışdı, məsələn, yer kürrəsini tanıya. Yaxşı, indi qaldı göyü heç tanımır. Elə indi o ayın yadın yanında gedib fırlanırlar. Elə biri-birini, gedənlər özləri bir-birini inkar edirlər. O deyir, hədə, Molla Nəsrəddindən soruşdular, dünyanın ortası haradır, dedi bura, inanmırsan ölç. Bu gedir, qadir deyir, aya getmişdim. Nə deyəsən? Valla. Biraz da torpaq gətirir. Yəni demir, amma getməyiblər. Amma birdən istəsələr alladalar, nə problem var? Biraz da bizəndən hansısa adadan bir ovuc torpaq götürəcək, biraz ona kəpəkdən yatdan qatacaq, rəngini dəyişdirəcək, deyəcək torpağı da oradan gətirmişəm, məsələn. Onu çıxartmırlar. Məsələn, sünni intellektdən nələr eləmirlər, yaxşı. Bu cürə. Hələ o fərz edək ki, aya da gedib düşüb. Elə o dərəcədə, məsələn. Da ondan artıq yox. Amma o pərdələr nədir ki, 7 dənə pərdə, insanın ondan xəbəri yoxdur. Heç belə də baxıram ki, olmayacaq da. Dün hələ heç insan hələ o dərəcəyə qalxmaq fikrində deyir, hələ başı yerlə qarışıb, əkib, biçib, yeməklə qarışıb. Hələ o dərəcəyə qalxmaq istəsə, ona gedib çıxa bilər, çıxa bilməz, o da özü bir mövzudur. Ondan sonra buyurur ki, və la leylun dacin, nə qaranlıq gecə yox idi Allah Taala gecəni yaradan. Çünki xələqə zülümatə və nur da, elə deyir Allah Taala. Bəziləri deyirlər zülmat yoxluqdur, yoxluğu da
yaranmaz ki yoxluq. Amma Allah Taala deyir ki, nədir? Nuru və zülmatı biz yaranmış. Bəzilədir, zülmət nurun yoxluğudur. Nurun yoxluğudursa zülmət, onda zülmət yaranmayıb. Amma Quran deyir ki, Allah Taala nuru da yaradıb, zülməti də yaradıb. Yaxşı. Elənci, deyir, nə də bu qaranlıq gecə yox idi. Və la cəbəlun zu ficacin. Nə də, bu da belə çox dərin bir mənalı sözdür. Mən qısa keçirəm onun üstünə. Birdən istəsən danışasan, onu səhərə qədər gərək oxuyasan, araşdırasan, ondan sonra geoloq olasan, ondan sonra memar olasan, ondan sonra nə bilim, o sahənin mühəndisi olasan, sonra bu sözə görə gedəsən, məsələn, araşdırasan, niyə və la cəbəlin zu ficacin, nə də Allah Taala yaradanda bu varlıq aləmi arası dərələrlə, o dərəli olan dağlar da yox idi. Yəni, Allah dağların hamısını yer üzündə bir-birinə birləşdirib, bir tərəfdə dağ yaratsaydı, qalan yerlər hamar olsaydı, məsələn, o dağların elə bir əhəmiyyəti olmazdı. Və keçən Həzrətin başqa xütbələrində də bu mövzuda danışmışıq. Dağlar yerin mismarıdır. Bunu dünyəvi elmlərdə qəbul edir və cəalnəl cibala ovtada Qurani Kərimdə deyir. Dağları biz ovtad, mismar qərar vermişik. Mismar da bir şeyin bir tərəfinə vurulmaz ki, bir tərəfinə vursun, o bir tərəfin küləyə qaldıracaq, ya sallanıb düşəcək. Gərək hər yerində olsun. Bir bu baxımdan hər yerindədir, dağ Allahın o hikmətindən, elmindəndir. Bir də yer kürrəsi ki, hərəkət edir, dağların özünün ventilyator rolu var, ciddi şəkildə. O, yer kürəsinin havasını da neyini, necə ventilyator işləyir, otağın havasını sərinlədir, otağın havasını dəyişir, hətta sərinlətməsi, məsələn, içərdə olan havanı çıxardır, çöldən da bu, o rolu da oynayır dağlar. Yer kürəsi fırlandıqca o dağlar havanı bölür, arasından keçir belə. Ondan da sonra dağların arasında olan bu dərələr deyək də, yəni səhralar, boş yerlər. Onun özünün də, məsələn, həm yer üzündə seyrin asantlaşması var. Bu dağların arasından biz yollar tapırıq, gedirik. Dağın hamısı bir yerdə olsaydı, bu dağın bu üzündən o üzünə necə keçəcəkdik? Həm də havanın axımı, həm də suların axımı o Allahın hamısının elmindəndir ki, yaradanda neynəyib? Allah Taala onları o cürə yaradıb, o formada yaradıb. Bu özüdür və la fəccun zu əvicacin. Nə də ki, Allah Taala bu özü də bir dənə belə də o fəsahətli sözlərdəndir. Deyir, Allah Taala nə də bu varlıq aləmi, kainatı yaradanda əyri-üyri dərələr yox idi. Görürsünüz, dərələr, dünyanın hər yerəsinə baxsan dərə, indi biz dərə deyəndə böyücü, balacası var da, onların heç biri düppədüz deyir. Anladım, mən çox şey onun baxdım izahında da, vaxt azdır. Bir dənə şeyinə deyir, deyir, birdən o dərələrin hamısı düz olsaydı, sellərdə, yağışlarda, qar ərimələrində filanında, onun qabağında nə var? Hamısının onun gücü neynərdi? Sel yuyub aparardı. O dərələrin əyriliyi, o sellərin qarşısını alır, sürətini azaldır, onu elə bir sakitləşdirir, ta gəlir o mərhələ, o müəyyən yerə çıxanda o normal bir formada çıxır. Biri də budur. Yaxşı. Ondan sonra Həzrət buyurur ki, vəla ərzun zatu mihadın, nə də bu cürə möhkəm və aram yer yox idi. Bu cürə möhkəm. Siz təsəvvür edin, yer bu möhkəmlikdə olmaydı. İnsanın ayağının altında. Məsələn, necə, bir dənə, məsələn, taxtadır, bir baş alt tərəfi boşdur, gəlib bu başına çıxanda o başı qalxır, düşürsən yerə, ayaq üstə də düşə bilmirsən, başı üstə düşürsən yerə, yerdə boş olaydı o cürə. Yaxşı. Məsələn, bataqlıq kimi olaydı ki, insan onun üstündə qərar tapa bilməydi. Məsələn, bir yerdə çox bina tikiləndə oraya əyliydi, məsələn. Deyir, Allah Taala neyini? Vəl ərzə zatu mihad, vəla ərzun zatu mihadın nə də bu qədər möhkəm və aram, sakit nədir? Yer yox idi ki, Allah Taala bunu belə düzəltdi. Yaxşı. Və la xəlqun zu i'timadın, Allah Taala bu varlıq aləmin yaradanda da bu cürə zu i'timadın, yəni qüdrətli nələr yox idi?
məxluqat yox idi yer üzündə. Qüdrətli məxluqat, Allah Taala yaratdığı məxluqatdan məsələn, gücə qalanda insandan çox güclü şeylər. Məsələn, əgər qəbul eləsək ki, elmdə qəbul edir, dinozavralar olub, indi biri olsaydı elə dünyada heç kim barmağın, yumruğun yerə döyə bilməzdi ki, mən nə istəsəm eləyəcəm. Da elə, özdə əvvəli deyir, qanadlı olub. Şeydə, uçdu, getdi. Radar da tutmayacaq onu, motoru yox, bir şey yox deyəsən. Məsələn, dronda radar tutacaq məsələn onu. O bəs eləyərdi. Amma birinin olmağı yaxşıdır. Yaxşı olsaydı əla olardı. Bu cürə, məsələn, o qüdrətə, Allahın məsələn də bu məxluqat, heyvanatda, məsələn, balina, bir dənə gəmini belə götürür, böyür üstə qoyur yerə. Dili 1 kilodur, məsələn. Bu var, amma onların hamısından qüdrətlisi insandır. Niyə? İnsan gücü də zəif olsa, 200 kilodan artıq qalmaqdır. Amma insanın elmi qüdrəti var ki, görsən nələr eləyir, nə işlər görür də. Məsələn, 200 mərtəbə ev tikir, məsələn, kosmosa uçur, ondan sonra nə edir, nətər edir. Bunlarda deyir ki, Allah Taala yaradanda bu cürə nədir, qüdrətli insanlar da, məxluqlar da yox idi. Yəni, burada əleyhissalam bunların bir dənə adını çəkməklə ki, bunları yox idi, istəyir bizə düşündürə görə Allah nələr yaradıb. Necə göy yaradıb, necə dağ yaradıb, necə ondan sonra məsələn dərə yaradıb. Səni necə yaradıb, ay bədbəxt, heç olmasa özünə bax da. Səni necə yaradıb. Adam Allahın, görürsən biri gəlir qonşudan bir dənə mişar aparır ağacını kəsməyə. 50 dəfə deyir sağ ol. Dədivə də salavat demişəm. Nə bilim, bir ovuc sement ver mənə, Allah köməyin olsun. Deyir, fikirləşir. Mən bu bir ovuc sementdən ötürü, yarım kilo sementdən ötürü gərək durub getməliydim stroy material dükanına. Onu al, get, gəl, yolda radara düşünəm, avtobus gözlə, neyinə gör, nə qədər sən mənim işimi asanlaşdırdın. Allah sementləri, qumları, daşları, mişarları, baltaları, bütün əşyanın hamısını qoyub bu bədbəxt insanın ixtiyarında. Bir dənə sağ ol demir Allaha. Özü deyir, mən düzəltdim, mən düzəltdim. Ay, nəyə sən düzəltdin? Çünki bildi ki, sən bu daşı daşın üstünə sən qoydun, qardaş. Bu daşı da ay filan kəs, sən kəsdin, bunu da bildik. Pulu aldın, yaxşı. Kimin daşını kəsdin? Bu daşın kambayı sənindir, mişarı sənindir, özü ki sənin deyir. Elə deyir. Heç olmasa bu daş kəsənə deyirsən sağ ol. Maaşını da verirsən, deyirsən sağ ol. Daş yükləyənə deyirsən, maaşını da verirsən, deyirsən sağ ol. Yaxşı. Nə bilim, səndən daş alana hələ 5 dənə də artıq daş göndərirsən, deyirsən, bu da mənim payım sənə. Sağ ol ki, məndən daş aldın. Bunu yaradana da bir dənə sağ ol dedi. Onun da haqqında düşün, onun da barəsində fikirləş. Və ardı qalsın inşallah. Sallallahu əla seyyidina və nəbiyyina və alihi tahirin.